Demək, dəyərli müəllimlər, qeyd elədiyimiz kimi məqsəd sizlərə dəstək olmaqdır. Bilirsiniz ki, qarşıdan sertifikasiya imtahanının müsahibə mərhələsi gəlir və həmin mərhələdə sizləri bir neçə meyar üzrə həmin komissiya üzvləri qiymətləndirəcəklər. Deyirəm, həmin meyarlarla sizin hər birinizi tanış edim və ondan sonra biz bilək ki, hansı amillər üzrə hazırlaşmalıyıq, hansı meyarlar üzrə bizləri qiymətləndirəcəklər. Dəyərli müəllimlər, müsahibə mərhələsinin meyarları aşağıdakı kimidir. Bunlardan birincisi özünü təqdim etmədir. Yəni, biz özümüzü təqdim etdiyimiz halda, düzgün özünü təqdim etdiyimiz halda bizi 8 balla qiymətləndirəcəklər. Daha sonra pedaqoji prosesin təşkili ilə bağlı verilən suallara görə bizə müsahibə komissiyası tərəfindən 8 bal, mövzunu təqdim etmə bacarığı, yəni icmalın yazılması, icmalla bağlı verilən suallarla bağlı 12 bal. Qeyd edim ki, icmalla bağlı verilən suallar, yəni müsahibədə ən çox balı əhatə edir, 12 baldır yəni. Daha sonra dəyərli müəllimlər, təhsil alanların qiymətləndirilməsi ilə bağlı verilən suallara görə 8 bal və ən sonda orada əyləşən metodistin, psixoloqun, ümumiyyətlə müsahibə komissiyasının ümumi rəyi əsasında sizin ünsiyyət bacarığınız qiymətləndiriləcək və bunun əsasında da sizə 4 bal veriləcək. Baxın, dəyərli müəllimlər, tanış olduğunuz bu meyarlar müsahibə mərhələsinin, belə deyək də, meyarlarıdır və siz bu meyarlar üzərindən qiymətləndiriləcəksiniz. Bugün hər biriniz təsdiqləyirsiniz ki, TikTokda, Telegramda, müxtəlif sosial şəbəkələrdə kifayət qədər müsahibə mərhələsinin bu meyarlarına uyğun olmayan məlumatlar paylaşılır. Bu da müəllimlərimizi, belə deyək də, çaşqınlığa səbəb olur ki, müəllim bilmir hardan başlasın, nəyə hazırlaşsın, hansı istiqamətdə özünü təkmilləşdirsin. Baxın, burada qeyd olunan hər bir meyar üzrə sizlərə sual veriləcək. Yəni, bu meyarlar da burada göstərildi və hər birinin qarşısında da sizin həmin suala verdiyiniz cavab və ona uyğun qiymətləndirmə meyarı təqdim olundu hər birinizə. Baxın, müəllimlər, bugün bizim problemimiz nədən ibarətdir ümumiyyətlə? Hazırlaşdığımız zaman tutduğumuz strategiya doğru olmaya bilər. Məsələn, bəzən biz gedirik, bizə lazım olmayan informasiyanı oxuyuruq. Bu kurikulumla bağlı tez-tez rast gəldiyimiz bir amildir. Müəllim, məsələn, istər sertifikasiyada olsun, istər MİQ imtahanında olsun, imtahana hazırlaşır, gedir və imtahandan çıxandan sonra deyir ki, kurikulumdan oxuduğum heç bir sual mənə düşməmişdir. Yəni, bu bizim tez-tez rastlaşdığımız suallardandır, rastlaşdığımız situasiyalardandır ki, istəmirəm eyni vəziyyətdə müsahibə mərhələsində də qarşılaşaq. Davam edək, dəyərli müəllimlər. Bu baxımdan düzgün strategiya qurmaq və meyarlar üzrə hazırlaşmaq önəmli bir amildir. Axşamınız xeyir olsun, müəllimlər. Və burada olan hər bir amilə diqqət ayırmaq lazımdır. Özünü təqdim etmə haqqında sizlərə bugün məlumat verəcəm ki, özünü təqdim etmə bacarığı zamanı biz nələrə diqqət ayırmalıyıq, hansı, belə deyək, amilləri işıqlandırmalıyıq, nələri ön planda tutmalıyıq, nələri ikinci planda tutmalıyıq ki, bugünkü dərsimizdə bunlar haqqında sizlər ətraflı şəkildə məlumat əldə edəcəksiniz. Buna keçid eləməmişdən qabaq, dəyərli müəllimlər, ümumiyyətlə bir müəllimin effektiv müsahibədən keçməsi üçün ona hansı amillər lazımdır, hansı şərtlər lazımdırsa, onların hər biri ilə sizlərə tanış edəcəm. İlk növbədə bilməyiniz vacibdir ki, müsahibə mərhələsində müəllim olaraq istifadə etdiyimiz nitq üslubu önəmlidir. Yəni, burada bir müəllimin nitq üslubu, istifadə etdiyi jest, mimika, bədən dili, yəni ümumidə bədən dili önəmli bir amildir və müəllim olaraq bu amillərə diqqət ayırmalıyıq. Baxın, dəyərli müəllimlər, bəzən biz tez-tez rastlaşırıq ki, müəllim müsahibəyə gedir, müsahibədən çıxandan sonra qeyd edir ki, orada oturan psixoloq mənə sual ünvanlamadı. Maraqlı tərəfi budur ki, həmin psixoloqun da müəyyən bir rəyi olur və müəllim həmin psixoloqdan müəyyən bir bal əldə edir. Bu baxımdan, dəyərli müəllimlər, psixoloq bəzən bizə sual ünvanlamaya bilər. Amma burada önəmli olan amil nədir? Psixoloq bizim davranışımızdan, bizim nitq üslubumuzdan və yaxud taxdığımız aksesuarlardan, istifadə elədiyimiz dodaq boyasından, makyajdan artıq bizim haqqımızda müəyyən informasiyaya malik ola bilər.
Bu baxımdan dəyərli müəllimlər, müsahibə mərhələsinə gedən zaman geyim tərzimizə, istifadə etdiyimiz aksesuarlara, makyaj üslubumuza xüsusi fikir veririk və unutmuruq ki, biz bir müəllimik və etik davranış qaydalarının prinsiplərindən biri də mədəni davranışdır. Biz müəllim olaraq həmin davranışı öz hərəkətlərimizdə, danışıq üslubumuzda və istifadə elədiyimiz aksesuarlarda qorumalıyıq, əməl eləməliyik daha doğrusu. Müəllimlər, müsahibə mərhələsində könül müəllimə təkrar dərs deyil, ödənişsiz dərsli bütün qruplar üçün. Yəni, istəyən qoşula bilər, yəni belə deyək də, məcburi deyil. Davam edək müəllimlər. Burada bir amili qeyd eləmək istəyirəm ki, təqdim etmə hissəsində bizim nəyə fikir verməliyik? Biz nəyi orada qabartmalıyıq ki, həmin müsahibə komissiyasının üzvləri bizi, belə deyək də, həmin prosesdən keçirsinlər, bizə yüksək bal versinlər. Söhbət təqdim etmə hissəsindən gedir. Müəllimlər, baxın, biz həmin müsahibəyə ona görə gedirik ki, sabahsı gün pedaqoji fəaliyyətlə məşğul ola bilək. Bu baxımdan biz əgər müəllim kimi ora gediriksə və orada oturan komissiya üzvlərinin bizi müəllim kimi seçməklərini istəyiriksə, demək orada işıqlandıracağımız əsas amillər bizim müəllimliklə bağlı olan fəaliyyətimizdir, bacarıqlarımızdır. Baxın, buna xüsusi diqqət ayırmalıyıq. O amillərə fikir verməliyik ki, biz həmin amillərdən sinif mühitində istifadə edirik. Baxın, buradan sonra deyəcəyim məsələlər ki, özünü təqdim etmənin açar məqamlarıdır. Bir dəftər götürüb, yəni digər müəllimlər, ödənişli qruplarımızda olan müəllimlər, yəni bu PDF-lər əllərində var, onlar üçün bir xəritə var zaten. Kimlər ki, belə deyək də, bir ölçü istəyirlər, bir meyar istəyirlər, bir xəritə istəyirlərsə, yəni az sonra qeyd edəcəyim nüansları özlərində qeyd edərək o cür təqdim etmə eləsələr kifayət eləyir. Müəllimlər, müsahibə günü mütləq şəkildə pozitiv enerji ilə, pozitiv, gülərüz bir sima ilə biz gedirik müsahibəyə və qəti surətdə orada həyəcanlanmaq olmaz, qəti surətdə əsəbləşmək olmaz. Bəzən biz müşahidə edirik ki, müəllim müsahibə mərhələsinə daxil olur. Bilirsiniz ki, müsahibəyə getdikdən sonra oradan hər birinizin vəsiqəsini ekrana tutmaqlarınızı istəyəcəklər. Yəni, hər bir müəllim öz şəxsiyyət vəsiqəsinin üz qabığını, arxa hissəsini orada oturanlara təqdim eləməlidir. Bəzən orada oturan komissiya üzvləri bunu uzadırlar. Burada məqsəd nədir, dəyərli müəllimlər? Sizin səbrinizi yoxlamaq, sizin iradənizi yoxlamaq istəyirlər ki, görək müəllim iradə eləyərək bu bir neçə dəqiqəni dözə biləcəkmi? Bu önəmli bir amildir. Ona görə də müsahibə mərhələsindən alternativ olaraq ən asan yolla keçmək istəyirsiniz sualına mən cavab verirəm ki, çalışın ki, pozitiv olasınız, çalışın ki, səbirli olasınız, çalışın ki, gülümsəyəsiniz və çalışın ki, qətiyyən həyəcanlanmayasınız. Bunları da qeyd edək, dəyərli müəllimlər. Gülərüzlük amilini xüsusilə vurğulamaq istəyirəm. Daha sonra qeyd eləmək istəyirəm aydın və səlis nitq üslubunu ki, müəllimin silahı onun sözüdür. Bu baxımdan çalışın ki, dialektlərdən və yaxud digər dillərə məxsus olan sözlərdən qətiyyən istifadə eləməyəsiniz. Bəzən müəllim təqdim etmə eləyir və təqdim etməsinin əvvəlində belə deyək, xronoloji ardıcıllıqdan istifadə edir. Tarixləri düzür dalbadal və bu da belə deyək də təqdim etmə hissəsindən daha çox tərcümə hala bənzəyir. Bu baxımdan dəyərli müəllimlər, çalışın ki, xronoloji ardıcıllıq hissəsinə çox da əhəmiyyəti verməyəsiniz, aydın, səlis bir nitq üslubu ilə fikirlərinizi ifadə edəsiniz. Baxın, burada təqdim etmə hissəsində biz geyimi qeyd elədik, saç düzümünü qeyd elədik, aksesuar seçimini qeyd elədik, mimikalarımızın belə deyək ki, pozitivə köklənməsi, gülərüz bir mimikalardan istifadə eləməyimiz önəmli amildir. Baxın, dəyərli müəllimlər, indi buradan sonra qeyd edəcəyim amilləri çalışın ki, özünüzdə qeyd eləyəsiniz. Səsim gəlir, müəllimlər. Arabil yoxlayaq səsi ki, hamı eşitsin məni. Eşidirsiniz məni? Bəli. Davam edək. Baxın, buradan sonra qeyd edəcəyim nüansları istəyirsiniz bir dənə dəftərə, vərəqə, qeyd dəftərinizə mütləq şəkildə qeyd eləyəsiniz. Yəni, təqdim etmə zamanı hansı amillərə fikir verməliyik? Mən indi həmin nüansları bir-bir sizə deyəcəm. Baxın, müəllimlər, mən Qədir müəllim müsahibə mərhələsinə getmişəm. Oturmuşam həmin masada. Mən orada nələri canlandırmalıyam, nələrə fikir verməliyəm. İlk növbədə belə başlayıram nitqimə. Mən Məmmədov Qədir Kazımoğlu 1997-ci ildə İsmaili rayonunda anadan olmuşam. İlk cümləmiz bu cür başlayır.
Orada ayı qeyd eləmək önəmli deyil. Baxın, ayı, günü, bəzən müəllim başlayır, nə bilim, 86-cı ilin dekabr ayının 14-də anadan olmuşam. Bu kimi cümlələrə ehtiyac yoxdur. İli qeyd elədiniz, kifayət eləyir. Daha sonra, məktəb illərini bir cümlə ilə ifadə eləyə bilərsiniz. Məsələn, 2001-ci, 2013-cü illər mənim məktəb illərimi əhatə eləyir və bundan sonra pedaqoji fəaliyyətə başlamışam. Mən, məsələn, 2013-cü ildən pedaqoji fəaliyyətə başlamışam. Məsələn, 23 illik stajım var və bundan sonra dəyərli müəllimlər, başlayırsınız öz uğurlarınızı qeyd eləməyə. Yəni, həmin 23 ildə, 30 ildə və yaxud 4 ildə, 5 ildə hansı müəllimlik istiqamətində, hansı uğurlarınız olubsa, bu istər nazirlik tərəfindən olsun, istər məktəb rəhbərliyi tərəfindən olsun, fərq eləməz. Burada şəxsi uğurlarınızı qeyd edirsiniz. Ardıca şagirdlərinizin uğurlarını qeyd edirsiniz. Burada müəllimlər ümumi bir məlumat verirsiniz. Mikrofonları bağlayarınız zəhmət olmasa. Yəni, şagirdlərin hər birinin adını orada qeyd eləməyə ehtiyac yoxdur. Sadəcə ümumi bir məlumat verirsiniz ki, mənim üçün şagirdlərimin inkişafı, onların hər tərəfli inkişafı mənim üçün ümumiyyətlə prioritet məsələ olub. Bu baxımdandır ki, şagirdlərimin daim uğurlarına şahid oluram. Məsələn, burada iştirak elədiyi olimpiyadaları qeyd edə bilərsiniz və yaxud qeyd edə bilərsiniz ki, ölkənin müxtəlif ali təhsil ocaqlarına təhsil alırlar. Bunları qısa formada qeyd etdikdən sonra gələcək fəaliyyətinizdə pedaqoji istiqamətdə hansı gözləntiləriniz varsa, bu amilləri də qeyd edib özünü təqdim etmək istəyinizi yekunlaşdırırsınız. Baxın, dəyərli müəllimlər, bir daha deyirəm, adımızı, soyadımızı qeyd edirik. Yəni, orada qeyd eləyə bilərsiniz. Ad soyadımızı qeyd edirik, doğum ilimizi qeyd edirik, pedaqoji istiqamətdə təhsilimizi qeyd edirik, pedaqoji fəaliyyətə başlama ilimizi qeyd edirik, stajımızı qeyd edirik, uğurlarımızı qeyd edirik, şagirdlərimizin uğurlarını qeyd edirik və pedaqoji istiqamətə gözləntilərimizi. Bu sizin üçün bir xəritədir, bir nümunədir ki, bu xəritə əsasında özünü təqdim etmə hazırlaya bilərsiniz. Daha sonra dəyərli müəllimlər, bəzən biz müşahidə edirik ki, müəllimlərimiz, üzr istəyirəm bir dəqiqə. Deməli, müəllimlər özünü təqdim etmək hissəsində çalışırlar ki, fikirlərini şeirlə ifadə eləsinlər. Baxın, müəllimlər, burada prosesin adı üstündədir, özünü təqdim etmə. Bu baxımdan çalışın ki, həmin o şeirləri, müəyyən ifadələri o müsahibə ərəfəsində sizə verilən müəyyən suallar olacaq ki, müəllimliklə bağlı fikirlərinizi necə ifadə eləyərdiniz, şagirdlərinizlə bağlı fikirlərinizi necə ifadə eləyərdiniz. Baxın, həmin cümlələr ərəfəsində, həmin cümlələr daxilində, həmin o istifadə edəcəyiniz şeirləri orada qeyd edə bilərsiniz. Bu önəmli bir amildir, vacib bir amildir. Daha sonra dəyərli müəllimlər, bir neçə nüans var ki, onları qeyd eləmək istəyirəm. Ki, yəni bunları tez-tez müəllimlər bizlərdən soruşurlar və mən də bu amillərə deyirəm ki, sizləri kökləyim ki, müsahibə mərhələsində bizdə problem yaranmasın. Daha sonra müəllimlər, baxın, bəzən müəllim bizə sual verir ki, müəllim, mən belə deyək də, ilk təhsilimi almışam filanıncı ildə, ikinci ali təhsilim olub, nə bilim, filanıncı ildə. Baxın, müəllimlər, özünü təqdim etmək hissəsində sırf canlandırırsınız nəyi? Pedaqoji istiqamətdə aldığınız təhsili. Bəli, qeyd eləyə bilərsiniz ki, 2 dənə ali təhsilim var, amma pedaqoji istiqamətdə təhsil almağım əhatə eləyir filanıncı illəri. Bunu bu formada qeyd eləyə bilərsiniz. Belə dəyərli müəllimlər, əgər içinizdə hər hansı bir müəllimin təqdim etməsi varsa, biz nümunə üçün həmin müəllimin təqdim etməsini dinləyə bilərik. Müəllim, mən deyə bilərəm. Buyurun, müəllimlər. Salam müəllimə, necəsiz? Mən Əzizova Fərqənə Siyab qızı 1977-ci ildə Masal rayonu Şərifə kəndindən anadan olmuşam. 1983-cü ildə Masal rayonu Şərifə kəndində hazır sinifə getmişəm. 2002-ci ildə Astara Pedaqoji Texnikumun Cəlilabad filialına daxil olmuşam. 2005-ci ildə bitirmişəm. 2005-ci ildə bitirikdə Masalın bir nömrəli bir bağçada işləmişəm. 2006-cı ildən isə Masallı rayon Qəhrəman İsmail adına Şərifə kənd tam orta məktəbində fəaliyyətə başlamışam. Həmin illərdən Təhsil Nazirliyi göndərdiyi təlimlərə getmiş, müxtəlif təlimlərə getmişəm və həmin təlimlərdən biri Kurikulum, ikinci inkluziv təlimdir və o təlimlərdə sertifikatlar almışam.
Mənim dərs dediyim müddətdə uşaqlar oxumağa getmiş və orada 44 günlük müharibəyə getmiş və orada qazi statusunu almışdı. Mən o uşaqla fəxr edirəm. Sonra indiki bu ilki sinifim, 9-cu sinifim imtahana getmiş və uğurlu nəticələr toplamışdır. Və uşaqlar, şagirdlərim olimpiyada getmiş, sertifikatlar almışlar. Mən diaqnostika imtahana getmişəm, uğurla bitirmişəm. İndi də sertifikasiya imtahanına getmiş və uğurla bitirmişdim. Və indi mən özümü uğurlu sayıram. Bununla da mən fəxr edirəm müəlliməm, ancaq bununla da bitirmirəm. Bundan sonra da mən öz bilik bacarığımı artırmağa söz verirəm. Çox sağ olun, diqqətinizə görə. Deməli, müəllimə, təqdim etmə zamanı bir neçə məsələ var ki, onlara fikir verməyimiz vacibdir. İlk növbədə təqdim etmə zamanı çox həyəcanlanırdınız ki, bu nitqinizin belə deyək də arasında kəsilmələr baş verdi. Bunu qeyd eləməyim vacibdir. Daha sonra, yəni ümumiyyətlə proses boyunca qətiyyən həyəcanlanmayın. Baxın, dəyərli müəllimə, özünüz də fikir verdiniz ki, müəllimə həyəcanlandığı üçün, yəni fikirlərini aydın ifadə eləyə bilmirdi. Bu baxımdan çalışın ki, müsahibə mərhələsində qəti surətdə həyəcanlanmayasınız. Deməli, dəyərli müəllimimiz, burada bir neçə nüans var ki, onlara diqqət ayırarsınız. Ümumiyyətlə, müsahibə mərhələsində çalışın ki, təqdim edən zaman sonra fikrindən istifadə eləməyəsiniz. Yəni, sonra fikrini biz o zaman ifadə edirik ki, sanki özümüz haqqında deyil, başqa birisi haqqında danışırıq. Bu baxımdan çalışın ki, təqdim etmə zamanı sonra bu kimi belə deyək ki, ifadələrdən qəti surətdə istifadə eləməyəsiniz. Aydın, səlis, axıcı bir nitqlə öz təqdim etmənizi eləyəsiniz. Daha sonra bəzən müəllimlərimiz, yəni sırf bu müəllim üzərindən deyirəm, təqdim etmə eləyən zaman iştirak elədikləri təlimləri vurğulamırlar. Yəni, iştirak elədiyimiz təlimləri mütləq şəkildə vurğulamalıyıq. Bəzən müəllim təqdim etmə zamanı qeyd edir ki, müxtəlif təlimlərdə iştirak eləmişəm, müxtəlif sözünün yerinə iştirak elədiyi təlimlərin adlarını mütləq şəkildə vurğulamalıdır. Bu önəmli bir amildir. Yəni, İKT-ni qeyd eləyə bilər, kurikulum təlimini qeyd eləyə bilər, məktəbə hazırlığı qeyd eləyə bilər. İnklüziv nə? Bəli, inkluziv təhsillə bağlı cəlb olunan təlimlərin hər birini qeyd eləyə bilər. Bunlar önəmli amillər, dəyərli müəllimə. Çalışın ki, nə qədər mədəni danışsanız, nə qədər fikirlərinizi səlis ifadə eləsəniz, bu sizin xeyrinizdədir. Bəzən müəllim, bəzən müəllim müsahibə mərhələsinə girir, müsahibədən çıxandan sonra qeyd edir ki, mənə cəmi 2 dənə, 3 dənə sual verdilər. Çünki o müəllimin nitqi, özünü ifadə tərzi, emosional sabitliyi o qədər yerində olub ki, artıq komissiya üzvləri o müəllimin belə deyək də daha çox yormağa lüzum görməyiblər. Buyurun, Aqilə müəllimə, axşamınız xeyir olsun. Salam müəllim, axşamınız xeyir, xoş gördük sizi. Sizi də xoş gördük. Buyurun, zəhmət olmasa özünüzü təqdim edin. Başüstə, kameranı bağlı saxlasan olar müəllim? Bəli, heç bir problem yoxdur. Təşəkkür edirəm. Buyurun. Salam, hər vaxtınız xeyirli olsun. Mən Cəfərova Aqilə Tahir qızı. 1990-cı ildə Tovuz rayonunun Çeşməli kəndində anadan olmuşam. 1996-2007-ci illər ərzində orta məktəbdə təhsil almışam. Orta təhsilimi bitirdikdən sonra ali təhsil üzrə seçimim ən çox sevdiyim, dəyər verdiyim peşə müəllimlik olmuşdur. 2008-2011-ci illər ərzində Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında ibtidai təhsilin pedaqogikası və metodikası üzrə ali təhsil almışam. Ali təhsilimi bitirdikdən sonra Tovuz rayon Cəmaləddin Hüseynov adına Papaqçılar kənd orta məktəbində pedaqoji fəaliyyətə başlamışam. Fəaliyyətim dövründə işlədiyim təhsil müəssisəsinin nizam-intizam qaydalarına ciddi riayət etmişəm. Şagirdlərimin şərəf və ləyaqətini qorumağı, onların mənəviyyatlı, keyfiyyətli bir şəxsiyyət kimi yetişmələrinə çalışmışam. Elm və Təhsil Nazirliyinin təşkil etdiyi kurikulum kurslarında iştirak etmişəm. Oxu və yazı bacarıqlarının inkişaf etdirilməsi, riyazi bacarıqların inkişaf etdirilməsi kimi təlimlərdə iştirak etmişəm, sertifikat almışam. Şagirdlərimin uğurları
bacarıqları, uğurlarını öz uğurlarım kimi hesab etmişəm. Şagirdlərimlə müəllim, hərbiçi və digər peşə sahələrinə yiyələnənlər olmuşdur. Gələcək fəaliyyətim dövründə ən öndə vəzifəm ondan ibarətdir ki, təhsil sahəsində olan yeniliklərlə tanış olmaq, onları öz işimdə tətbiq etmək, vətənimizə, xalqımıza layiqli, şərəfli, sağlam ruhlu, sağlam düşüncəli şəxsiyyətlər yetişdirməkdir. Aqilə müəllimə təşəkkür edirəm. Qeyd olunan meyarlar üzrə, təqdim olunan, mənim bayaq təqdim elədiyim meyarlar üzrə bütün nüanslara diqqət ayırmışsınız. Təşəkkür edirəm. Müəllim, Amma mən bizdə sizə bir şey desəm olar? qoyun fikrimi mən tamamlayım, sonra Aha, digər şeylərə olmazsa. başla. Amma sizdə bir dənə problem var Aqilə müəllimə. Həyəcan imkan vermir ki, siz Ha. özünüzü ifadə eləyəsiniz. Qalan hər Müəllim. şey yerindədir. Bir Ah, dənə mən həyəcan də- amilini də biz aradan qaldıra bilsək, qalan bütün məqamlar hamısı yerindədir. Fikirləriniz dolğundur, ifadə Aha. bazanız genişdir. Amma bir dənə o həyəcan amilini ortadan çıxarda bilsə çox gözəl olar. Çünki həyəcan elə Müəllim. bir amildir ki, çox üzr Aha. istəyirəm. Həyəcan hamıya aiddir müəllimlər. Həyəcanı da olacaq Lamiyə müəllim. Həyəcanı da aradan qaldırmağın ən gözəl yollarından biri nədir, dəyərli müəllimlər? Prosesi çalışın ki, dəyərli müəllimlər, prosesi gözümüzdə nə qədər adiləşdirsək, nə qədər belə deyək də proses üçün hazırlıqlı olsaq, o qədər bizim üçün belə deyək də həmin o proses daha uğurlu olacaq. Bu baxımdan çalışın ki, həyəcanlanmayasınız. Buyurun Aqilə müəllimə, dinləyirəm fikirlərinizi. Mənim belə həyəcanlı danışmağım müəllim, indi deyirəm, sizə utanıram bunu. İstədim mən sizə şəxsidə yazam, amma utandım ki, vaxtınızı alaram. Mənim demək olar ki, ürək əzələlərimin yığılıb açılmasıyla bağlı tibbi problemim var, müalicə alıram. Danışarkən sanki sözün, yəni yorğunluq hiss eləyirəm, yəni normal həkimin mənə diaqnoz oldu. Kimlərdə ki, bəzən müəllimin belə deyək, nitqində problem olmur. Sadəcə belə deyək, həmin gün içərisində olan xəstəliyi, bu boğaz ağrısı ola bilər. Və yaxud bəzi bizim qruplarımızda bəzi bir müəllim vardı, onun dişində problem yaranmışdı həmin ərəfədə. Əgər həmin gün üçün keçərli bir problemdirsə, onu mütləq şəkildə müsahibədə qeyd edin ki, sizi nəzərə alsınlar. Bəli, mən də onu deyirəm ki, deyimmi orada, yəni problem olmaz ki. Bəli. Əgər problem davamlı deyilsə, bax kəkələmə deyilsə, kəkələmə problemi müəllimə yox. Həmin gün üçün keçərli bir problemdirsə, bunu biz qeyd eləməliyik. Həmin gün üçün keçərli bir xəstəlikdirsə. Davam edək müəllimlər, Zülfiyə müəllimə, Fazilə müəllimə. Sizi də dinləyək, sonra keçək psixoloji suallarımıza. Fazilə müəllim. Buyurun, hansı müəllimdir? Fazilə müəllimə. Fazilə müəllimə, bəli. Axşamınız xeyir olsun Fazilə müəllimə. Axşamınız xeyir. Bir məsələni qeyd edin. Dərs prosesində 97 müəllim bizi izləyir. Hər birinizə təşəkkür edirəm. Çox sağ olun. Minnətdarıq müəllim, sağ olun. Buyurun Fazilə müəllimə. Mən Əliyeva Fazilə Arif qızı 1969-cu ilin mart ayında Beyləqan rayonunda anadan olmuşam. 1986-cı ildə Gəncə Pedaqoji İnstitutunun İbtidai sinif müəlliməliyi ixtisasına qəbul olmuşam. 1990-cı ildə Gəncə Pedaqoji İnstitutunda tam kursu bitirmişəm. 90-cı ildə Namiq Allahverdiyev adına bir nömrəli tam orta məktəbində pedaqoji fəaliyyətimə başlamışam. 34 ildir ki, öz pedaqoji fəaliyyətimi davam etdirirəm. Bir müəllim kimi bu illər ərzində çalışmışam ki, vətənimə, millətimə yararlı şəxsiyyət yetişdirim. Təhsil Nazirliyinin təşkil etdiyi təlimlərdə iştirak etmişəm. Sertifikatlarım var. Bu il müəllimlərin sertifikasiya imtahanında uğurla keçmişəm. Ümid edirəm, sizin də müsbət rəyiniz əsasında pedaqoji fəaliyyətimi davam etdirəcəyəm və gələcəkdə uğur qazanacağam. Bağışlayın, sona yaxın biraz həyəcan bastı mən. Təşəkkür edirəm Fazilə müəllimə. Olar sizə bir neçə sual ünvanlayım, sonra sizin müəyyən fikirlər irəli sürəcəm. Sual Fazilə müəllimə ünvanlansa da, digər müəllimlər də qulaq asıb müəyyən qeydlər götürə bilər. Fazilə müəllimə, belə bir sual ünvanlayım sizə. Dərslərinizdə dəstəkləyici mühiti təmin etmək dedikdə nə başa düşürsünüz? Dəstəkləyici müəllim, sağlam mühit
də. Elə bil ki, sağlam mühitdə, ruhda mən dərs keçirəm. Yəni təhlükəsizliyi qoruyuram. Daha başqa nələr deyə bilərsiniz Fazilə müəllimə? Daha nələrə şagirdlərə təmin edirsiniz ki, sizin sinif dəstəkləyici planlar mühitdə əsasında, prosedurlar əsasında dərs keçirəm, qaydalar əsasında dərs keçirəm. hansısa başqa müəllimin əlavəsi varmı Fazilə müəllimənin fikirlərinə? Müəllim, mən izah vereyim. Hər bir müəllim planlı iş görməlidir, müəllim. Plan əsasında dərsini qurmalıdır. Hər şeyi gözünün qabağına gətirməlidir ki, yəni mən bu günləri şagird qabağına çıxıram. Mən qabaqcadan hər şeyi qaydasında, yəni dərsimi planlı şəkildə qurmalıyam. Təşəkkür edirəm Fazilə müəllimə. Baxın, Əyani dəyərli vəsaitdən müəllimlər, istifadə etməliyəm. təşəkkür edirəm. Dinləyəniniz zəhmət olmaz. Deyə bilərəm, müəllim. Buyurun, buyurun müəllimlər. Fikirlərinizi ifadə edin, sonra mən Deyə cavab verərəm. bilərəm. Salam, axşamınız xeyir Hər olsun. vaxtınız xeyir olsun. Xatirə müəllimə, deməli, dəstəkləyici mühiti necə quraram? Sinifdə düzgün, sağlam mühit yaradaram. Yəni, dəstəkləyici mühiti qurmaq üçün çalışaram ki, ilk növbədə dərsi demokratik şəkildə qurum. Və bir də çalışaram ki, sinifdə Əla. bullying münasibətini qarşısını alam. Yəni, bullying münasibəti olmasın. Avtoritar rejim olmasın, konflikt olmasın. Çopud münasibət istəmərəm ki, olsun. Yəni, onun qarşısını alaram. Və bir də çalışaram ki, obyekt-subyekt məsələsində o prinsipləri nəzərə alaraq subyekt-subyekt məsələsini ortaya qoyum. Yəni, o prinsipləri qoruyum, saxlayım və bir də şagirdlərin marağına əsasən çalışaram, dərsi qurum. Və bir də şagirdlərin də çalışaram ki, düzgün münasibət olsun. Bərabər imkanlar yaradaram burada. Resurslardan istifadə edərəm. Əla. Baxın, dəyərli müəllimlər, müəllimə demək olar ki, dəstəkləyici mühit amilləri ilə bağlı lazım olan bütün məqamları qeyd elədi. Dəstəkləyici mühit... Hansı dövrdə keçərikdən müəllim dərsimizi? Baxın, bəli, dəstəkləyici mühit dedikdə burada iki məsələ var. Bunun biri bizdən asılı olmayan səbəbdir, yəni texniki səbəblərdir. Burada mebeldir, kompüter avadanlıqlarıdır, sinif ortamıdır. Yəni bizdən asılı olmayan mebel avadanlıqları deyək buna. İkinci bir amil isə bizim müəllim olaraq yarada biləcəyimiz mühitdir. Burada psixoloji amillərdən söhbət gedir. Yəni biz əgər sinifdə şagirdimiz üçün rahat bir ortam təmin eləmişiksə, şagird həmin ortamda özünü rahat şəkildə ifadə eləyə bilirsə, fikirlərini ifadə eləyən zaman qorxmur ki, müəllim məni danlayar, müəllim mənim fikrimi mühakimə eləyər. Demək, biz həmin sinifdə dəstəkləyici mühiti yaratmışıq. Və müəllimənin fikirlərinin də hər biri doğru idi. Dəstəkləyici mühit amilləri ümumiyyətlə sinif mühitində çox önəmlidir. Yəni, bir müəllim əgər sinifində dəstəkləyici mühit amillərini yaradıbsa, demək, onun sinifində də öyrənən şagirdlər hər birisi prosesə belə deyək də maraqla yanaşacaq. Ona görə dəyərli müəllimlər, çalışın ki, dəstəkləyici mühitlə bağlı sizə verilən suallara bu formada cavablar ünvanlayasınız. Təşəkkür edirəm. Fazilə müəllimə, təqdimatınızda heç bir problem yox idi. Hər şey qaydasındaydı. Çox sağ olun müəllim. Biraz həyəcan da var idi. Həyəcan inşallah ki, belə deyək də özümüzdən asılı olan bir Ardıcıllıqlar məsələdir. düzgün idi müəllim. Necə? Ardıcıllıqlar düzgün idi. Yəni mən Orada, təqdimatımdakı baxın, Fazilə müəllimə, nəyə əsiklədim? Baxın, konkret bir ardıcıllıq yoxdur. Amma qeyd eləməyimiz vacib olan nüanslar var. Bunları biz qeyd elədik ki, pedaqoji fəaliyyətə başlamışam neçənci ildən, pedaqoji stajım var. Pedaqoji stajım var neçə il. Bunu qeyd eləyəndən sonra şagirdlərlə münasibətlərinizi qeyd edirsiniz. Yəni, mən niyə görə müəllimliyi seçmişəm, məni müəllimliyə bağlayan bacarıqlarım hansılardır? Ardınca vurğulayırsınız hansı amilləri, şagirdlərinizin uğurlarını, iştirak elədiyiniz təlimləri, ən sonda gözləntilərinizi qeyd edib təqdim etməni yekunlaşdırırsınız. Müəllim, axşamınız xeyir. Özümü təqdim edə bilərəm. Aytəkin müəllimə Qasımova. Bəli, bəli. Axşamınız xeyir müəllim. Aytəkin müəllimə bir dənə sual ünvanlayın, sonra təqdim etmənizi dinləyək. Mən ünvanlayım da sualıma. Yoxsa Yəni, sizmi? mən sizə sual verim, siz əvvəl ona cavab verəsiniz, sonra təqdim etmə eləyəsiniz. Oldu müəllim. Aytəkin müəllimə, sizdə ixtisas nə idi? Hansı müəllim, yəni nə müəllimisiniz? İbtidai sinif müəlliməsiyəm müəllim. Əla. Aytəkin müəllimə, riyaziyyat dərsidir və siz bir məsələni şagirdlərə izah eləməlisiniz. Həmin məsələni
belə deyək də, izah eləmək üçün hansı ardıcıllıqdan istifadə edərdiniz? Ardıcıllıqdan, yəni birinci müəllim rollar üzrə dərs keçərəm. Bir daha sualı xatırladım. Digər müəllimlər də bilmirlərsə qeydiyyat apararlar. Anlamadım. Məsələ Aha. həllində hansı ardıcıllıqdan istifadə edirik müəllim olaraq? Məsələ ardıcıllığında ilk öncə məsələni oxuyuruq müəllim, sonra məsələlər üzrə planlar qururuq. Əla, Planlara davam əsasən edirik. misallar qururuq. Planlara əsasən misallar qururuq, sonra cavablandırırıq. Dəyərli müəllimlər, hər birimiz bunu qeyd eləyək. Aytəkin müəllimə cavaba yaxın bir cavab ünvanladı, amma doğru cavab nədir bunu qeyd eləmək istəyirəm. Olar. Bir riyaziyyat müəllimi. Axşamın sevdim. Olar deyil. Buyurun müəllimə, siz deyə bilərsiniz. Buyurun. Məsələ həllində 4 ardıcıllıq var. Bunlar Əla. oxuyub anlama, plan tərtib etmək, məsələ həlli olunur, bir də yoxlamaq. Əla. Baxın müəllimə də yaxınlaşdı. Yəni demək düzgün cavabı vurğuladı. İlk növbədə şagirdlər məsələni oxuyub anlayırlar. Daha sonra plan tuturuq, həll edirik və ən sonda yoxlayırıq. Hamı qeyd eləsin, kimlər ki, məsələ ardıcıllığı ilə bağlı problem varsa mütləq onları qeyd eləsin. Oxuyub anlama, daha sonra plan, həll, ən sonda yoxlama. Bunları yəni soruşa bilərlər ki, müəllim, məsələ həllini şagirdlərə hansı forma tədris edirsiniz və biz də həmin sual qarşısında bu cavabı ünvanlamalıyıq. Buyurun Aytəkin müəllimə Qasımova, dinləyirik sizi. Təqdim edin özünüzü. Mən Qasımova Aytəkin Alı qızı Şəmkir rayonunun Düyərli kəndindən anadan olmuşam. 1998-ci ildə Düyərli bir Salih tam orta məktəbi bitirib, elə həmin il instituta qəbul olmuşam. Pedaqoji fəaliyyətə 2002-ci ildə Düyərli 2 saylı tam orta məktəbə başladım. 22 illik iş təcrübəm var. Fəaliyyətim zamanı dərs keçdiyim şagirdlərdən ali və orta ixtisas məktəblərinə qəbul olan şagirdlərim olubdur. Özümü uğurlu müəllimlərdən hesab edirəm. Elm və Təhsil Nazirliyinin təşkil etdiyi müəllimlərin sertifikasiya test mərhələsində uğur qazandım. Gəlir müəllimənin səsi müəllimlər, yoxsa mənə gəlir ancaq? Uğur qazandım. Elm və Təhsil Nazirliyinin təşkil etdiyi müəllimlərin sertifikasiya test mərhələsində uğur qazandım və bu gün də çalışıram. Müsahibə mərhələsində də yaxşı bal toplayım və uğur qazanam. Bu müddət ərzində ulu öndərimiz Heydar Əliyevin bir kəlamını özünə şüar olaraq seçmişdir. Heydar Əliyev demişdir, təhsil millətin gələcəyidir. Mən də gələcək nəsilimizi vicdanlı, vətənpərvər bir şəxsiyyət kimi formalaşdırmağa çalışıram. İşlədiyim illər ərzində təhsil sahəsində olan yeniliklərlə tanış olmuşam. Dərslərimi dövrün, zamanın tələblərinə uyğun qurmağa çalışıram və peşəmin vurğunuyam. Diqqətinizə görə çox sağ olun. Necədir müəllim? Əla. Biraz səs küy gəlirdi, elə bil kameralara səslər açıq idi, nəsə biraz səs gəldi. Qəşəng dediniz müəllimə, çox yaxşı. Nəsə müəllimənin səsini eşitmədim mən. Qədir müəllim. Müəllim dərsən. İnterneti getdi deyəsən müəllim. Olar, olan şeydir. Olar, yəqin qoşulacaq. Bəli. Aytəkin müəllimə çox gözəl səsim gəlmir, ona görə. Yəqin çıxıb. Axşamınız xeyir olsun Aytəkin müəllimə. Həyəcan yox idi sizdə, Allah. Mən çox təəssüf ki, Aytəkin müəllimənin nitqini eşidə bilmədim. Nədənsə internet getdi məndə. Üzr hesab eləyərsiniz. Amma Məcid müəllim, Yaxşı çıxış elədi müəllim. eşidin, zəhmət olmasa dinləyən bir-birimizi. Təlimçilərimizdən Məcid müəllim burada dəyərli bir fikir qeyd eləyib. Yazıb ki, həmin müəllim üçün, yəni Aytəkin müəllimi üçün. Təqdimatınız yaxşıdır, ancaq emosional danışmaqdan uzaqlaşmaq daha gözəldir. Bax, bu nüansa diqqət eləyərsiniz. Yəni Məcid müəllim də dəyərli təlimçilərimizdən və onun da fikirləri bizim üçün vacibdir. Aqressiv deməyən, təqdim etmə formatında danışmırdı. Sanki çıxış eləyirdi. Yəni emosional formada danışmamağı tövsiyə edir Məcid müəllim. Təşəkkür edirəm Aytəkin müəllim. Qədir müəllim.
Mən Bəli. səs yazısı göndərmişəm. Ola bilər, olsun belə danışım. Mən səs yazısına baxıb sizə məlumat verəcəm. Müəllim, eşidirsiniz məni? Mən əgər icazə verirsinizsə, bir 5 dəqiqəlik biz Məcid müəllimi dinləyəyin. Məcid müəllim sizə təqdim etməklə bağlı müəyyən məsələlər var ki, o barədə sizə məlumat verəcək. Bir 5 dəqiqəlik Məcid müəllimi dinləyək, ondan sonra davam eləyəcəyik. Axşamınız xeyir olsun Məcid müəllim, xoş gördük sizi. Axşamınız xeyir olsun Qədir müəllim. Mən də bütün müəllimləri salamlayıram. Eyni ilə də sizi salamlayıram. Bütün müəllimlərimizə qarşıdan gələn müsahibə mərhələsində uğurlar arzulayıram. Çox sağ Mən özüm olun. də müsahibə mərhələsini keçmişəm. Nəinki sertifikasiya, bundan öncəki belə deyək mərhələlərdə bir çox müsahibələrdə olmuşam. Bunları qoyuram kənara. Aytəkin müəllimənin müsahibəsi ilə bağlı, yəni o kiçik təqdimatı ilə bağlı fikrimi bölüşmək istəyirəm. Müəllimə çox qəşəng təqdim eləyir özünü, fikirlərini də təqdim eləyir. Ancaq bir qədər o danışıq tərzi emosionaldır. Mən tövsiyə edərəm ki, müəllimə emosional danışması. Tam sərbəst, sanki bir insanla ünsiyyət qurulmuş kimi danışsın. O daha səmimi gəlir və cana yaxın olur, ürəyə yaxın olur o ifadələr. Baş üstə müəllim, baş üstə. Təşəkkür edirəm Məcid müəllim. Müəllimlərimizə də uğurlar arzulayıram, dəyərli Qədir müəllim, sizə də uğurlar arzulayıram. Fəaliyyətiniz gözəldir. Ümid edirəm ki, burada olan bütün müəllimlərimiz qarşıdan gələn bu prosesi uğurla adlayacaq. Təşəkkür edirəm, var olasınız. Davam edəyin dəyərli müəllimlər. Müəllimlər, kim qoşulmaq istəyir müsahibəyə? Buyursun, təqdim etməklə bağlı. Qədir müəllim, axşamınız xeyir. Hər vaxtınız xeyir olsun. Mən elə bir səs atmışdım, amma özüm belə təqdim eləməmişəm də. Olar edeyim, yoxsa qulaq asın. Siz bugün qruplarda varsınız müəllimə? Bəli, Tayfa müəllimə. Tayfa müəllim, mən sizi dərsdə dinləyəcəm. Onlar digər müəllimlər dinləyək, çünki onlar ödənişsizdirlər. Yəni onların başqa bir şansı olmaya bilər. Olar müəllimə, mən də müəllim, mən deyə bilərəm özümü təqdim etmə. Dinlərəm müəllimə. Bir dənə sual verim. Mənim axşamınız xeyir, ödənişsizəm. Olar mən də ilk dəfədir qoşulmuşam. Mənim səhvlərimi düzəltməkdə köməklik eləyəsiniz. Olar mən təqdim edim. Xəzəngül müəllimə. Bəli. Buyurun Xəzəngül müəllimə, biz sizi eşidirik. Müəllim, mən də ödənişsizlikdə icazə verərdiniz deyərdim. Problem deyil, növbə ilə mən sizi dinləyəcəm. Başlayayım müəllim. Buyurun Xəzəngül müəllimə, biz sizi dinləyirik. Mən Qədmalıyeva Xəzəngül Valih qızı 1978-ci ildə anadan olmuşam. Ağcabədi rayonunun Aran kəndində anadan olmuşam. 1995-ci il Ağdam Kənd Təsərrüfatı Texnikumunun Planlaşdırma və İqtisadiyyat Fakültəsinə qəbul olmuşam. 1998-ci il həmin texnikumu fərqlənmə ilə bitirmişəm. Həmin texnikumda iş təklifi almışam. Ancaq müəllimlik sənətinə olan hörmətim, arzum, bu peşənin vurğunu olduğum üçün qəbul etməyib, yenidən 2000-ci ildə Ağdaş Pedaqoji Texnikumunun ibtidai sinif müəllimliyinə qəbul olmuşam. 2004-cü ildə həmin texnikumu bitirmişəm. Elmin, əsrimizin tələbatına uyğun olaraq yaxşı müəllim olum deyə kompüter və sonra biznes menecment kurslarını bitirərək sertifikatlar əldə etmişəm. 2008-ci ildən pedaqoji fəaliyyətə başlamışam. Pedaqoji fəaliyyətə başladığım dövrdə çalışmışam ki, şagirdlərimi təkcə bilik, vərdiş deyil, bacarıq deyil, həsil şəxsiyyət kimi yetişdirim. Qeyd etmək istəyirəm ki, Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm, 3 kitab müəllifiyyəm. Sonuncu kitabım tarixi araşdırma, 70 şəhidin keçdiyi şərəfli yoldan yazmışam və çalışıram da ki, müəyyən yerlərə müraciət eləyərək bu tarixi faktları, hadisələrə, dərsliklərə saldırım. Şagirdlərimi çox sevirəm. Məktəbdə şəhid adına düzəltdiyim muzey diqqət cəlb eləmişdi. Buna görə 2 dəfə təhsil sektorundan, 2 dəfə icra hakimiyyətindən, məktəb rəhbərliyindən, digər televiziya rəhbərliyindən və gördüyüm işlərə görə Yeni Azərbaycan Partiyası tərəfindən və Qızıl Qələm Media mükafatı 12-13 mükafat sahibiyəm. Məktəbdə düzəltdiyim muzey ermənilərin 2-ci Vətən müharibəsində atdığı Smirç, qadağan olunmuş raket qonşu kəndə düşmüşdü. Xoşbəxtlikdən partlamamışdı. Anam ilə danışıqlar aparıb şəhid adında muzeyimizə onu
gətirdim. Şəhid paltarları, onların şəxsi əşyaları və erməni qənimətləri. O erməni qənimətləri ki, həmin maşından Azərbaycanı əsir götürüb aparmışdılar. Azərbaycanlıların başına gətirilmiş o faciələr, müsibətləri törətmiş şəxsləri, dırnaqarası şəxslikləri qəhrəmanlıq göstərmişdi deyə onların haqqında yazılmış kitab, onların sirləri, komandirlərin təlim təhsil silahları, dəftərləri hamısı qənimət kimi həmin muzeydə eksponat kimi sərgilənməkdədir. Həmin muzeyin açılışında Ağcabədi rayonu millət vəkili Tahir Rzayevi dəvət etmişdim. Öz Facebook səhifəsində mənim bu gördüyüm işləri nümunə kimi qeyd etmişdi. Azərbaycan dövlət kanalları, digər kanalları marağa səbəb olub, çəkib nümunə kimi göstərmişdi. İndi bizim məktəbimizdə hərbi dərslər, vətənpərvərlik ruhunda keçirilən dərslər, Xocalı faciəsi 20 yanvar haqqında keçirilən tədbirlər həmin muzeydə keçirilir. Qonaqların gəlib gedənlərin diqqətindədir. Mən indi çalışıram, müsahibədən də uğurla keçmişəm. İstəyərdim ki, bu test mərhələsindən keçmişəm. İstəyərdim ki, biraz həyəcanlıyam, ilk dəfədir. Müsahibədən də sizlərin dəstəyi ilə uğurla keçim. Təşəkkür edirəm Xəzəngül müəllimə. Ümumiyyətlə, yəni belə deyək, qeyd elədiniz ki, yazıçıyam, yəni bu istiqamətdə fəaliyyət göstərirsiniz. Bu çox təqdirə layiq haldır və danışan zaman istifadə elədiyiniz sözlər, nitq üslubu onu özündə bir özə verirdi. Yəni, əstəğfurullah, bunları bir irad olaraq qeyd eləməyin. Baxın, dəyərli müəllimlər, prosesin adı üzərindədir, özünü təqdim etmə. Özünü təqdim etmə zamanı Xəzəngül müəllimə. Onsuz da siz, belə deyək ki, proses boyunca sizə ünvanlanan suallar əsnasında orada qeyd elədiyiniz müəyyən məsələlər ki var, şəhidlər barədə hazırladığınız o muzey, digər məsələlər, onları qeyd eləyəcəksiniz. Yəni, suallar ünvanladıqca əlaqələndirib həmin anlarda, həmin situasiyalarda qeyd olunan məsələləri orada vurğulayarsınız. Sadəcə özünü təqdim etmək hissəsində bu cür geniş bir izahata ehtiyac yoxdur. Yaxşımı Xəzəngül müəllimə? Nitq üslubunuz, diksiyanız, qalan bütün hər şey yerindədir. Sadəcə təqdim etmək hissəsində muzey ilə bağlı digər məsələləri ixtisara salırsınız. Qalan bütün nüanslar hər şey qaydasındadır. Təşəkkür edirəm, çox sağ olun. Siz də sağ olun, oldu, çox sağ olun. Çalışaram ki, biraz qısa, lakonik, qısa yığcam. Çox gözəl. Bir sual ünvanlayım sizə. Buyurun. Xəzəngül müəllimə, dərs prosesində diferensiallaşmanı necə təmin edirsiniz? Diferensial təlim sizə görə nədir? Diferensial təlim müxtəlifliyi nəzərə alaraq şagirdlərin daha səmərəli dərs keçirilməsidir. Biri, məsələn, oxumaqla öyrənir, yəni biri vizual, biri oxuyaraq öyrənir, biri yazaraq öyrənir, biri kinestetik toxunma ilə öyrənir. Diferensialda bütün müxtəlifliklər nəzərə alınaraq şagirdlərin yaxşı bir mühitdə əldə nəsə edəcəyidir. Yəni, evə əli boş yox, əli dolu getməsidir. Yəni, mən ancaq bir üsuldan istifadə edim, bir insan bir yeməkdən hər gün istifadə etsə, dihsinə bilər. Hər dəfə maraqlı, yeni, əyləncəli. Məsələn, mənim şagirdlərim... Təşəkkür edirəm Xəzəngül müəllimə, minnətdarım dəyərli fikirlərinizə görə. Bir məsələni sizinlə paylaşım ki, Xəzəngül müəllimə, biz ödənişli qruplarımızda müəllimlərə tövsiyə edirik ki, bu bir ay müddətində bir dənə bədii ədəbiyyat oxusunlar. Baxın, Xəzəngül müəllimənin bədii söz ehtiyatı geniş olduğuna görə, o müxtəlif situasiyalar qarşısında həmin sözlərlə yerində istifadə edərək situasiyadan çıxır. Bu baxımından bir müəllimin, mən nitqin əvvəlində də qeyd elədim ki, bir müəllimin ən böyük silahı onun sözüdür. Müəllimənin fikirlərinə əlavə olaraq bir neçə nüansı qeyd eləmək istəyirəm ki, müəllim olaraq dərs prosesində diferensial yanaşma ilə bağlı olan sualları bu cür cavablandırırıq. Müəllimə doğru vurğuladı, diferensiallaşma dərs mühitində, eyni dərsdə, eyni sinifdə müxtəlifliyin nəzərə alınmasıdır. Baxın, burada diqqətli olmalıyıq. Bəzən müəllimlər elə bilirlər ki, diferensial təlim dedikdə eyni tapşırığın şagirdlərə verilməsidir və yaxud şagirdlərin eyni qiymətləndirilməsidir. Dəyərli müəllimlər, diferensiallaşma eyni təlim mühitində şagird müxtəlifliyinin nəzərə alınmasıdır. Çox sağ olun, təşəkkür edirəm hər biriniz. Mən də sizə sağ ol deyirəm. Sağ olun müəllim. Cənnəti sağkən qazanan insansınız. Bu gün ödənişsiz hamıya kömək eləyirsiniz. Allah da sizə kömək olsun.
Onlar mən Təşəkkür özüm edirəm müəllimlər. Bir məsələni qeyd edeyim. Hal-hazırda evdə olmadığıma görə ola bilər kənardan səslər sizə mane olsun. Ona görə hər birinizdən üzr istəyirəm. Qədir müəllim, onlar mən təqdim edim. Hacıyeva Məlahət. Buyurun, Hacıyeva Məlahət. müəllimədir. Buyurun. Mən Hacıyeva Məlahət, Ərşad qızı 1966-cı ildə Beyləqan rayonunda anadan olmuşam. 1982-86-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində Riyaziyyat fakültəsini bitirmişəm. Həmin ildən etibarən Ağcabədi rayon Fərollar kənd tam orta məktəbində riyaziyyat müəllimi vəzifəsində fəaliyyət göstərirəm. İşlədiyim müddətdə Təhsil Nazirliyinin keçirdiyi bir sıra ixtisas artırma kurslarında, inklüziv təlim kurslarında, kurikulum kurslarında iştirak edib sertifikatlarla təltif olmuşam. 2016-cı ildə diaqnostika imtahanında 53 bal yığmışam. Hal-hazırda sertifikasiya imtahanında 57 bal toplamışam. 56 bal toplamışam. 2017-ci ildə Təhsil Nazirliyinin keçirdiyi müəllimə dəstək layihəsi çərçivəsində mən də öz rayon daxilindəki müəllimlərə dəstək olaraq onlara xidmət etmişəm, yəni pulsuz, yəni təmənnasız olaraq dərs keçmişəm və həmin ildə Azad Həmkarlar İttifaqının rayon komitəsi tərəfindən təlimçi müəllim kimi təltif olunmuşam. Daha sonra dəfələrlə rayon icra hakimiyyəti tərəfindən fəxri fərmanlarla təltif olunmuşam. Qazandığım nailiyyətlərə görə, yəni şagirdlərimin buraxılış imtahanında əldə etdiyi nailiyyətlərə görə dəfələrlə təltif olunmuşam. 2022-ci ildə yenə Azad Həmkarlar İttifaqının rayon komitəsi tərəfindən səmərəli fəaliyyətinə görə və ictimai-siyasi fəaliyyətinə görə fəxri fərmanı ilə təltif olmuşam. Müəllimlik sənətimi çox sevirəm, şagirdlərimi çox sevirəm. Çox təşəkkür edirəm sizə diqqətinizə görə, Qədir müəllim. Təşəkkür edirəm Hacıyeva Məlahət müəllimə. Mən də sizə təşəkkür edirəm. Həyəcanı bir kənara qoysaq, seçdiyiniz üslub əladır. Bunları vurğulamağınız vacibdir. Sadəcə danışan zaman kameraya baxırıq, qamətimizi dik tuturuq və qətiyyən həyəcanlanmırıq. Olar sizə bir sual ünvanlayım, zəhmət olmasa. Əgər cavablandıra bilirsinizsə. Məlahət müəllimə, qeyd ediniz ki, riyaziyyat müəllimisiniz, doğrudurmu? Bəli. Dərslərinizdə hansı təlim üsullarından istifadə edirsiniz? Təlim üsullarından, interaktiv təlim üsullarından birinci başlayanda motivasiya qurmaq üçün BIBO üsulundan istifadə edirəm. Sonra Euler-Venn diaqramından istifadə edirəm. Euler-Venn diaqramından istifadə edirəm. Dərsin çıxışında refleksiya üçün 3-2-1 üsulundan istifadə edirəm. Çıxış biletindən istifadə edirəm. Təşəkkür edirəm Məlahət müəllimə. Cavablarınız dolğun və ifadəli idi. Minnətdaram sizə. Çox sağ olun. Çox sağ olun. Təşəkkür. Buyurun, növbəti müəllimimizi dinləmək istəyirəm. Olarmı müəllim? Mən başlayım. Olar. Müəllimlər, zəhmət olmasa ödənişli müdavimlərimiz bugün təqdim etmə eləməsinlər. Onlar üçün belə deyək ki, dərs təşkil olunacaq onsuz da. Ödənişsiz müəllimlər təqdim etmə eləsinlər, zəhmət olmasa. Mən ödənişlilərdənəm müəllim, amma daha əvvəl təqdim etməmişəm. Buyurun Röya müəllimə, dinləyirik sizi. İlk öncə hər kəsi salamlayıram. Mən Aslanova Röya Vəliyulla qızı 1994-cü ildə Quba rayonunda anadan olmuşam. 2000-2011-ci ildə bu rayonda təhsil almışam. 2012-ci ildə Azərbaycan Respublikasının Pedaqoji Universitetinin mən həyəcanlandım, yenidən başlaya bilərəm. Davam edin müəllimə, davam edin, narahat olmayın. Bir dəqiqə, müəllim, daha öncə eləmədiyimə görə bir anlıq həyəcanlandım. Mən Aslanova Röya Vəliyulla qızı 1994-cü ildə Quba rayonunda anadan olmuşam. 2000-2011-ci ildə bu rayonda ilk təhsilimi almışam. 2012-ci ildən etibarən 2012-16-cı illər ərzində Azərbaycan Dövlət Pedaqoji Kollecini bitirmişəm. 2017-ci ildə müəllimlərin işə qəbulu imtahanı vasitəsilə
uğur qazanaraq Sumqayıt şəhər 5 nömrəli tam orta məktəbin ibtidai təhsil müəllimi kimi fəaliyyətə başlamışam. Hazırda 7 ildir ki, pedaqoji fəaliyyətimi burada davam elətdirirəm. Bu il sertifikasiya imtahanında iştirak edib 53 bal toplamışam. İndi inşallah fəaliyyətimdə hər zaman MİQ-in, yəni MİQ müsabiqəsində daha əvvəl də qeyd etdiyim kimi müsahibə mərhələsində hər zaman uğurlara nail olmaq üçün öz üzərimdə çalışmışam. Rayonda yaşamağıma baxmayaraq şəhər məktəbinə daxil olmuşam və orada yaşamımı davam elətdirmişəm təhsilə görə və hər zaman da öz üzərimdə çalışmışam. Şagirdlərim üçün də hər zaman əlimdən gələnin daha artığını etməyə çalışmışam. Gənc müəllimlərdən olmağıma baxmayaraq bir çox qabaqcıl təlimlərdə iştirak eləmişəm. Azərbaycan Respublikasında Bakı şəhərində, daha doğrusu Bakı şəhərində müəllim inkişaf mərkəzi var. Oranın daimi üzvlərindən bir çox təlimlərdə iştirak eləmişəm. Kompüter kursu üzrə imtahan nəticəsində mentorluq təlimləri var. Orada uğurla iştirak eləmişəm. İnklüziv təlim, təhsildə yeni yanaşmalar və s. kimi bir çox təlimlərin iştirakçısıyam. Eyni zamanda sertifikatlarım var və dediyim kimi gənc müəllim olaraq hər daim üzərimdə çalışmağa hazıram və daim də çalışacağam inşallah. Təşəkkür edirəm Röya müəllimə geniş izahatınıza Mən də ona görə həyəcanlandım biraz. Bilirəm, həyəcan olduğuna görə bəzi yerlərdə ifadələrə düzgün ifadə eləyə bilmədiniz. Yəni bunlara fikir verməyiniz vacibdir. Bir də Röya müəllimənin timsalında bütün müəllimlərə qeyd eləmək istəyirəm ki, çalışın ki, danışan zaman orfeopiya qaydalarına riayət eləyəsiniz. Bu həyəcandan ola bilər, bunu başa düşürəm. Amma çalışın ki, orfeopiya qaydalarına uyğun danışasınız. Bu önəmli bir amildir, dəyərli müəllimlər. Və çalışın ki, təqdim etməyə elə bir formada hazır olasınız ki, Allah eləməmiş müsahibə mərhələsində yarıda çaşarsınız və yaxud baxın müəllimədə yarıya kimi gəldi. Çalışın belə hallar müsahibə mərhələsində baş verməsin. Röya müəllim, olar sizə bir sual ünvanlayım? Buyurun müəllim. Birinci sinifdə Azərbaycan dili fənninin üzrə neçə dənə summativ var? Birinci yarım ildə. Birinci yarım ildə Azərbaycan dili üzrə baxın, biz sualı bildirəm. Birinci sinifdə yoxdur axı müəllim. Yerdə olmur. Əla. Baxın, mən də sizdən eyni cavabı aldım. Digərlərində 5-6 dənə. Digərlərində əgər indi bayram tətillər falan var, hər il biraz başqa-başqa olur. Ona uyğun bir semestrdə 5-6 arası olur. Əsasən də əsas fənlərdən söhbət gedir. Keçirilən summativlərin sayı yarım il ərzində 3-dən az olmamalı deyil, 6-dan çox. Yəni belə deyək də müəllim, yəni əsas fənlər bizdə olur 5-6, digərləri bəli dediyiniz kimi. Röya müəllim, o istisna qaydaları biz demirik. Bax biz belə bir fikir irəli sürürük ki, birinci yarım il üzrə summativlərin sayı 3-dən az, 6-dan çox olmalı deyil. Yaxşımı? Bəli, elədir. 4-6 həftə ərzində keçiririk, bəli. Bəli, çox sağ olun, minnətdaram sizə. Digər bir müəllimimizi dinləmək istəyirəm. Vaxtımız var, dəyərli müəllimlər. Salam Qədir müəllim, olar mən təqdim edim özümü? Vüsalə müəllimə İbadova. Sizdə nə idi ixtisas Vüsalə müəllimə? İbtidai sinif. Vüsalə müəllimə, riyaziyyat fənninin məzmun xəttlərini saya bilərsinizmi? Bəli. Buyurun, zəhmət olmasa. Oxuyub anlamam. Riyaziyyat fənninin, Vüsalə müəllimə. Riyaziyyat fənninin. Salam Qədir müəllim, axşamınız xeyir. Axşamınız xeyir olsun. Saadət müəllimə, xoş gəldiniz. Mən deyə bilərəm onun yerinə. Vüsalə müəllimə, olar sualın cavabını? Buyurun, Saadət müəllimə, dinləyirik sizi, buyurun. Ədədlər və əməllər, deməli 5 dənə məzmun xətti vardır. 5 məzmun xətti vardır. Ədədlər və əməllər, sonra cəbr və funksiyalar, həndəsə, ölçmələr, bir də statistika və ehtimal. Təşəkkür edirəm Saadət müəllimə, minnətdaram. Dəyərli müəllimlər, baxın vurğulayıram, altından da qırmızı xətt çəkirəm. Hamı öz fənninin məzmun xəttini əzbərləsin. Müsahibə mərhələsindən sizdən məzmun xətti ilə bağlı sualın soruşulması çox belə deyək ki, faiz göstəriki yuxarı olan bir anlayışdır. Hər bir müəllim öz fənnini, məzmun xəttini öyrənsin.
Və Azərbaycan dili müəllimi Azərbaycan dili ədəbiyyatı məzmun xəttini öyrənsin. Riyaziyyat müəllimi riyaziyyat fənninin, ingilis dili müəllimi ingilis dilinin, ibtidai sinif müəllimləri həyat bilgisi, Azərbaycan dili və riyaziyyatı məzmun xəttini mütləq şəkildə öyrənsinlər zəhmət olmasa. Buyurun Vüsalə müəllimə, davam eləyək sizi ilə təqdim etmənizi dinləyirik. Buyurun zəhmət olmasa. Salam dəyərli müəllimə, hər birinizi salamlayıram. Mən İbadova Vüsalə Yusif qızı 1983-cü ildə Laçın rayonu 21 nömrəli tam orta məktəbdə təhsil almışam. 2005-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai Təhsil Fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. 22 illik pedaqoji fəaliyyətlə məşğulam. İşlədiyim bu illər ərzində Elm və Təhsil Nazirliyinin keçirdiyi təlim və seminarlarda iştirak etmişəm. Məsələn, bunlar bir neçəsi misal çəkə bilərəm sizlərə. İFT bacarıqlarının artırılması, fəal təlim, fəal şagird, inklüziv təhsil və s. təlimlərdə iştirak etmişəm. Mən bir müəllim olaraq çalışıram ki, innovasiya ilə maraqlanım, qabaqcıl təcrübələrə sahib olum. Hörmətli müəllimlər, sizin də dəstəyinizlə bu mərhələni uğurla keçəcəyimə ümid edirəm və gələcək fəaliyyətimi şərəflə davam etdirəcəm. Təşəkkür edirəm Vüsalə müəllimə. Təqdim etmə zamanı müəyyən həyəcan vardı. Bu da nitqiniz arasında kəsilmələrə səbəb olurdu ki, həyəcanı kənara qoymaq önəmli amildir. Təqdim etmə zamanı şagirdlərinizin uğurlarını mütləq şəkildə qeyd edərsiniz. Təşəkkür edirəm, minnətdaram sizə. Sağ olun. Bir müəllimi də dinləyə bilərik, vaxtımız var. Buyurun müəllimlər. Müəllim, mən deyə bilərəm, yoxsa? Hansı müəllimimizdir? Səadət müəllim. Axşamınız xeyir olsun Səadət müəllimə, buyurun. Hər vaxtınız xeyir. Mən deyə bilərəm, tam hazır belə yazmamışam, amma belə özüm əzbərləmişəm. Bəli, bəli, buyurun zəhmət olmasa. İlk öncə hər kəsi salamlayıram. Yəni, hər vaxtınız xeyir olsun. Mən Səadət Fərəcova, Cəlilabad rayonu, Bəybəla qızı, Cəlilabad rayonunun Kürdlər kəndində 1989-cu ildə anadan olmuşam. 1995-ci ildə Cəlilabad rayonunun Kürdlər kəndində 1-ci sinifə daxil olub. 7 il oranı 7-ci sinifə qədər orada oxuduqdan sonra Masallı rayonunun Elşad Ağayev adına Şişədərə tam orta məktəbini, Şişədərə kənd tam orta məktəbini deməli 8-ci sinifdə davam etdirmişəm. 2006-cı ildə 11-ci sinifi bitirib Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat Fakültəsinin Riyaziyyat İnformatika ixtisasına daxil olmuşam. Oranı 2010-cu ildə bitirdikdən sonra Cəlilabad rayonunun Aslanlı kənd tam orta məktəbində işə qəbul imtahanından, ilk dəfə işə qəbul imtahanından keçərək Cəlilabad rayonunun Aslanlı kənd tam orta məktəbinə daxil olmuşam. 6 ay orada işlədikdən sonra ailə şəraiti ilə əlaqədar Cəlilabad rayonunun Əliqasımlı kənd tam orta məktəbinə daxil olmuşam. 13 ildir ki, orada müəllimlik fəaliyyətimi davam etdirirəm. 2016-cı ildə diaqnostik imtahandan 36 bal yığmışam. Sertifikasiya imtahanından isə hal-hazırda 47 bal yığdım. Bu müddət ərzində, yəni müəllimliyə marağım uşaq yaşlarımdan olub. O da ki, mənim müəllim ailəsində doğulduğum üçün uşaq yaşlarımdan müəllimliyə marağım çox olub və şagirdlərimin həmişə çox sevmişəm və onlarla öz vəzifə borcumu onların qarşısında vicdanla yerinə yetirmişəm. Bu illər ərzində istedadlı şagirdlərim olimpiyadalarda yer tutaraq, yəni özlərinə də, mənə də fəxri fərmanlar gətiriblər, bəxş ediblər. Təhsil Nazirliyinin deməli bizə Təhsil Nazirliyinin təklif etdiyi kurslara getmişəm və sertifikatlarla buranı uğurla bitirmişəm. Sertifikatlarım vardır və müəllimlik vəzifəmi indən belə də davam etdirmək istəyirəm. Yəni şagirdlərimə həmişə istəyirəm ki, gələcəyə, cəmiyyətə yararlı, yaxşı şagirdlər yetişdirim. Yəni təqdim etdiyim budur. Yəni dinlədiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun, bu qədər. Təşəkkür edirəm Səadət müəllimə. Bir məsələni qeyd eləmək istəyirəm. Məktəb illərini bir cümlə ilə ifadə eləyin. Yəni orada vurğulamaq lazım deyil ki, 8-ə kimi orada oxumuşam, daha sonra filan yerə getmişəm. Bunlara ehtiyac yoxdur. Həmin cümləni əhatə eləyirsiniz ki, bir cümlə ilə ifadə eləyirsiniz. Daha sonra Onlar müəllimə sual vermək, Qədir müəllim. Müəlliməyə münasibət bildirin, problem deyil. Sonra sualınızı ünvanlayasınız. Daha sonra Səadət müəllimə.
Pedaqoji fəaliyyətə başlamışam neçənci ildən. Orada da geri-dəyişmə amilini qeyd eləmirsiniz. Yəni başlamışam və nəyə görə müəllimliyi seçmişəm bunu qeyd edirsiniz, şagirdlərinizin uğurlarını qeyd edirsiniz və çalışırsınız ki, danışan zaman çox yerlərdə ı-lardan istifadə elədiniz. Bunu da aradan qaldırasınız. Qalan hər şey qaydasındadır. Çox sağ olun, təşəkkür edirəm. Sağ olun. Buyurun, dinləyirəm sualınızı. Qədir müəllim, riyaziyyatda əvvəlcə məzmun xətti 5 idi, indi artıq 4 olub. Həndəsə və ölçmə birləşib bir yerdə gedir. Onu da elə deyək də, bu ildən dəyişibdir o. Ədədlər, əməllər, cəbr funksiya, həndəsə ölçmə, sonra ehtimal statistika. 4 dənə olubdur. Əgər təsdiqlənibsə, hazırda ondan istifadə edirsinizsə, bəli, onu qeyd eləyərsiniz. Bəli, onu elə biz kursda gedəndə onu elə dedilər. Çox gözəl. Əgər ölçmə lap gözəl. Onu da vurğulayarsınız, zəhmət olmasa orada. Sağ olun, çox sağ olun. Təşəkkür edirəm. Təzə kurikulum kitabında o yoxdur da, bu məzmun xətti yoxdur. Sadəcə müəllimə, bir məsələni qeyd edim. Təzə kurikulum kitablarına deyil, hazırda məktəbdə istifadə olunan fən kurikulumuna istinad eləyən zəhmət olmasa. Yəni, onlar hər hansı bir təşkilatın yazdığı kitablardır və onlar bizim üçün rəsmi mənbə hesab olunmur. Elm və Təhsil Nazirliyinin, belə deyək də, bizim üçün göndərdiyi proqramlar önəmlidir və onlara istinad eləməliyik. Çox sağ olun, təşəkkür edirəm. Mənim metodu vəsaitləri də olar. Bəli, bəli. Müəllim, olar mən də təqdim etməliyim. Buyurun Xalidə müəllimə, axşamınız xeyir olsun. Xeyir olsun. Onlar belə bir sual ünvanlayım, daha sonra təqdim etmənizi dinləyim. Xalidə müəllimə, qrup işləri keçirirsiniz sinifimizdə? Bəli. Qrup işlərini qiymətləndirən zaman hansı meyarlardan istifadə edirsiniz? Hansı meyarlardan? Bəli, bəli. Təsəvvür edin ki, uşaqları qruplara bölmüsünüz, nə edirsiniz həmin zaman? Qruplara böləndə onlardan, meyarlardan istifadə edirəm. Təsəvvür eləyin ki, Xalidə müəllimə, biz gəlmişik sizin sinifə, sizin dərsinizdə elə bir mövzu götürmüşsünüz ki, qrup işləridir həmin mövzu. Nə edirdiniz? Baxın, həmin situasiyanı canlandırın zəhmət olmasa. Qrup işi zamanı onlara verdiyim tapşırıqları, onlar qruplara bölərdim. O qruplar, uşaqlar həmin dərsləri bir-birinə kömək edərək. Xalidə müəllimə. Bir neçə dəqiqəlik oyunlar təşkil edirəm, rollu oyunlar təşkil edirəm. Dəyərli müəllimlər, baxın, əgər sizlərə qrup işi ilə bağlı sual ünvanlansa, bax, bu cavabları mütləq şəkildə həmin komissiya üzvlərinə təqdim edirsiniz. Gözlənilir ki, qrup işi ilə bağlı da sual ünvanlana bilər, ona görə də çalışın ki, bu istiqamətdə bizim problemlərimiz qalmasın. İlk qeyd edəcəyimiz məsələ ondan ibarət olur ki, şagirdləri qruplara böldükdən sonra mütləq şəkildə qrup işinin meyarlarını onların diqqətinə çatdıraram. Yəni, bir müəllim, əgər dərs prosesi zamanı qrup işlərinin meyarlarını əvvəlcədən şagirdlərin diqqətinə çatdırmışsa, bu çox böyük metodiki bir səhvdir. Ona görə də müəllim olaraq, əgər qrup işi keçiririksə, ilk növbədə görəcəyimiz birinci iş nə olur? Qrup işinin meyarları ilə qrup üzvlərini tanış eləmək. Bunlar hansı meyarlar? Yəni, biz müəllim olaraq qrup işi zamanı hansı meyarlardan istifadə edə bilərik? Bunlardan birincisi, qrup işinin tapşırıqlarının düzgün yerinə yetirilməsi, mənbələrdən düzgün istifadə, əməkdaşlıq, təqdimat və nizam-intizamdır. Yəni, şagirdlər bilməlidirlər ki, onlar qrup işinin sonunda hansı meyarlara görə qiymətləndiriləcək. Bu meyarlar hansılar oldu? Tapşırığın düzgün yerinə yetirilməsi, daha sonra mənbələrdən düzgün istifadə, əməkdaşlıq, nizam, intizam və təqdimat. Bunlar dəyişə bilər. Yəni, biz müəllim olaraq qrup işini təşkil edən zaman bu, belə deyək, meyarları dəyişə bilərik. Amma bu formada cavab ünvanlasanız kifayət eləyir. Buyurun, deməli, Xalidə müəllimə, sizdə qalmışdıq. Davam eləyə bilərsiniz. Eşidirsiniz Xalidə müəllimə, mikrofonu bağlamışam. Açın mikrofonu zəhmət olmasa. Mən Zeynalova Xalidə Əskər qızı 1965-ci ildə Ağcabədi rayonunun Aran kəndində anadan olmuşam. Orta məktəbi bitirdikdən sonra 1984-cü ildə Bakı Pedaqoji İnstitutunun İbtidai Təhsil Metodikası fakültəsindən qəbul olmuşam. 1989-cu ildə institutu bitirmişəm. Həmin ildən Ağcabədi rayon Aran
bir saylı orta məktəbdə pedaqoji fəaliyyətə başlamışam. 36 il iş stajım var. Dərs keçdiyim illərdə həmişə vicdanla çalışmışam. Təhsil Nazirliyinin kurslarında, təlimlərində iştirak etmişəm. Sertifikatlar almışam. Yenilikləri öyrənib şagirdlərimə öyrətməyi özümə borc bilmişəm. Oxuyub anlama üzrə inkluziv təlimdə iştirak etmişəm. Mən dərs dediyim uşaqlar Respublikamızın müxtəlif təhsil ocaqlarında, ali məktəblərdə təhsil alırlar. Bir-iki şagirdlərim də var ki, mənimlə bir məktəbdə çiyin-çiyinə çalışır mənimlə. Onlarla fəxr edirəm. Mən sertifikasiya imtahanından uğurla keçmişəm. Çalışacağım ki, bu müsahibədən də uğurla keçsəm, yenə də şagirdlərimlə bu fəaliyyətimi davam etdirim. Diqqətinizə görə minnətdaram. Təşəkkür edirəm Xalidə müəllimə. Təqdim etməniz yaxşıdır. Sadəcə çalışın özünüzü təqdim edən zaman ılardan, yəni rabitəli bir nitq üslubundan istifadə edəsiniz. Qalan bütün məqamlar hamısı yerindədir. Təşəkkür edirəm sizdən. Ona görə biraz həyəcanlı oluram. Həyəcanı da aradan qaldırmağın ən rahat yolunu mən sizə qeyd elədim. Prosesi gözünüzdə adiləşdirin. Yəni nə orada oturanlar, nə də ki burada oturan Qədir müəllim sizin heç birinizdən artıq deyil. Hamımız müəllimik və məqsədimiz öyrənməkdir, təqdim etmədir. Yəni özünüzü təqdim edən zaman rahat olun. Olduqca rahat bir üslubda özünüzü təqdim edin. Bu necədir? Burada nəsə bir səhv olan yerlər varsa çıxarma. Mətn üslubu baxımından hər şey qaydasındadır. Sadəcə həyəcanı azaltmaq lazımdır. Qalan bütün məqamlar yerindədir. Narahat olun. Mən deyə bilərəm müəllim təqdim etmədən. Elnarə müəllim, axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Əvvəla təşəkkür edirəm müəllim. Biz müəllimlər üçün bu cür ödənişsiz dərslər təşkil edirsiniz. Minnətdaram. Çox sağ olun. Bir sual ünvanlayım sizə Elnarə müəllimə, ona təqdim etmənizi dinləyəcəm. Buyurun. Şagirdləri qiymətləndirmək istəsəniz, hansı kriteriyalardan istifadə edərdiniz? Hansı kriteriyalara görə qiymətləndirərdiniz daha doğrusu? Qiymətləndirmə zamanı müəllim, əlbəttə ki, summativ qiymətləndirmədən söhbət gedirsə, söhbət belə deyək, ümumi bir yanaşmadır. Yəni şagirdləri qiymətləndirmək istəsəniz, hansı kriteriyaları göz önünə gətirərsiniz? Kriteriyalar baxımından deyirəm. Sırf summativ, yəni formativ baxımından demirəm. Sual tam başa düşmədim müəllim. Baxın müəllimlər, bu sualı hamı qeyd eləsin. Ola bilər ki, müsahibədə bu sual sizlərə ünvanlansın. Sual verilə bilər ki, şagirdləri qiymətləndirmək istəsəniz, hansı kriteriyalara görə qiymətləndirərdiniz? Burada 3 amili qeyd edirik. Dinləmə, izah etmə və qavrama. Yəni bu 3 kriteriya əsasında biz şagirdlərimizi qiymətləndirə bilərik. Dinləmək, izah etmə və qavrama. Buyurun müəllimə, dinləyirəm sizi. Təqdim edin, zəhmət olmasa. Mən Məmmədova Elnarə 1991-ci ildə Şəmkir rayonunda dünyaya göz açmışam. 1996-2007-ci illərdə orta məktəbi bitirmişəm və 2007-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun İbtidai Təhsil Metodikası və Pedaqogikası fakültəsinə daxil olmuşam. Həmin institutu fərqlənməklə bitirmişəm və 2019-cu ildə MİQ imtahanında iştirak etmiş və uğurla müəllimlik peşəsinə sahib olmuşam. Və həmin ildə müsahibə mərhələsini uğurla bitirdiyimə üzrə Şəmkir rayon tərəfindən fərqlənmə sertifikatına layiq görülmüşəm. Peşəmi çox sevirəm. İlk öncə onu qeyd edim ki, şagirdlərimi çox sevirəm. Baxmayaraq ki, Ucqardağ kəndində fəaliyyət göstərirəm. Hər gün yeni bir motivasiya ilə şagirdlərimi qarşılayıram. Çünki peşəmi layiqincə yerinə yetirməyə çalışıram. Vəzifəm, borcum demək olar ki, Azərbaycan Respublikasına belə deyim də, hər tərəfli bir şəxsiyyət yetişdirməkdir. Çünki müəllimlik peşəsi o qədər böyük bir peşədir ki, o qədər məsuliyyətli bir peşədir ki, biz müəllimlər çalışmalıyıq ki, onu layiqincə yerə yetirək. Çünki cəmiyyətin təməli biz müəllimlərin əlindədir. Mən sertifikasiya imtahanında demək olar ki, gənc müəllimlərdənəm. Bu il test mərhələsini uğurla qazanmışam. İnşallah sizin cavablarınızla belə deyim də, uğur qazanaram və müəllimlik peşəmi daha da layiqli yerinə yetirərəm. Onu da qeyd edim ki, Təhsil Nazirliyinin demək olar ki, 4 illik peşəlik fəaliyyətim var, amma bu 4 il çərçivəsində bir sıra sertifikatlarım və fəxri fərmanlara layiq görmüşəm. Diqqətinizə görə təşəkkür edirəm. Elnarə müəllimə, təşəkkür edirəm.
yəni nitq üslubu baxımından hər şey qaydasındadır. Təqdim etmənizdə heç bir problem yoxdur. Müəyyən dərəcədə həyəcan vardır ki, inşallah ki, onu da aradan qaldırarsınız. Belə Çox bir sağ sual olun. ünvanlamaq istəyirəm sizə. Buyurun. Çünki gənc müəllimlər orada daha çox suallar ünvanlayırlar. Mən Bəli. ənənəyə sadə qalıb bir dənə də sual ünvanlamaq istəyirəm sizə. Proaktiv yanaşma nədir? Proaktiv yanaşma müəllimi hazırlıqlı olmalıdır. Yəni dərsinə planlaşdırma ilə daxil olmalıdır. Şagirdlərin qarşısına hazırlıqlı şəkildə çıxmalıdır. Mən anlayıram. Bəli, Proaktiv dəyərli yanaşma. Gülnara müəllimə. Proaktiv yanaşma, qulaq asın müəllimə zəhmət olmasa, yəni problem yaranmamışdan qabaq artıq müəllimin həmin problemi üçün qayda və prosedur olur. Bəli, bəli. Bir daha deyirəm, proaktiv yanaşması olan bir müəllimin artıq problem baş verməmişdən qabaq həmin pozuntu ilə bağlı müəyyən bir prosedur olur. Bunu sinifə idarə edilməsinə aid edə bilərəm. İlk öncə müəllimin şagirdlər tərəfindən gözləntiləri olmalıdır. Bəli, baxın, Elnarə müəllimə, çox düzgün vurğuluyursunuz. Ümumiyyətlə çalışın ki, sizə verilən sual ətrafında əgər məlumatlısınızsa, müəyyən məsələni qeyd edib susmayasınız. Ətraflı şəkildə nələri bilirsinizsə, bütün o məqamların hər birini qeyd eləyəsiniz. Çox sağ olun, təşəkkür edirəm. Siz sağ olun, mən təşəkkür edirəm. Müəllimlər, bir məsələni qeyd eləmək istəyirəm. Çox sağ olun, təşəkkür edirəm ki, bir saatdan çox da artıq bir-birimizi dinləyirik. Ümumi bir məlumat paylaşmaq istəyirəm ki, çalışın ki, müsahibə mərhələsində bugün istər YouTube-da olsun, istər TikTok-da olsun, Telegramda olsun, Facebookda olsun, insanları belə deyək də çaşdırıcı situasiyalara salacaq kifayət qədər informasiyalar var ki, onlara əhəmiyyət verməyin. Mən dərsin əvvəlində həmin meyarlarla sizi tanış elədim. Yəni, həmin meyarlardan ən öndə gedəni nədir? Sizin nitq üslubunuz, ünsiyyət bacarığınızdır. Bu yerində olduqdan sonra pedaqoji proseslə bağlı müəyyən amillər var ki, onlara nəzər yetirsəniz, bu birinci məsələdir. Yəni, müəllim sinif mühiti ilə bağlı olan suallara gərək ki, cavab ünvanlaya bilsin. Yəni, orada susqun şəkildə dayanmalı deyil. Bu birinci amil. Və bəzən biz görürük ki, yəni bəzən izləyirik maraq xatirinə görə ümumiyyətlə müəllimlərə nə çatdırılır. Götürürlər kurikulumla bağlı lazımsız məqamları ki, onlar belə deyək ki, sizin qarşınıza çıxmayacaq həmin prosedur əsnasında. Yəni, önəmli olan nədir bugün sizin üçün? Vacib bir strategiya seçib, həmin strategiya əsasında imtahana, müsahibəyə hazırlaşasınız. Və bir müəllim olaraq sizə istiqamətləndirəcəyim ən önəmli amillərdən biri odur ki, çalışın ki, müsahibə mərhələsində həyəcan amilini kənara qoyasınız, sinif mühiti ilə bağlı olan məsələlərə diqqət ayırasınız, istər bunu fərdi şəkildə özünüz hazırlaşırsınız, istər yoxdur, təlimçi ilə hazırlaşırsınız. Ümumiyyətlə, müəllim olaraq siniflə bağlı verilən suallara düzgün cavablar ünvanlamalıyıq, bu önəmli bir amildir. Daha sonra icmalın yazılması ilə bağlı bir məsələni qeyd eləmək istəyirəm ki, bugün bəzi müəllimlər icmal hazırlayıb, belə deyək ki, satırlar ki, çalışın icmal alan zaman nəyə fikir verəsiniz? Həmin icmalların, belə deyək də, müasir yanaşma əsasında qurulsun. Yəni, bugün bəzi müəllimlər 7 mərhələ, 8 mərhələ üzərində dərsi qrup təqdim edirlər ki, bu yanlışdır. Müəllim olaraq biz geriyə planlaşdırma strategiyasından istifadə eləməliyik. Yəni, bu önəmli bir amildir. İcmal yazan zaman çalışın ki, buna diqqət ayırasınız. Yəni, geriyə planlaşdırma strategiyası nədir? Yəqin ki, bütün müəllimlərimiz bu haqqında məlumatlıdırlar. Çünki gündəlik dərsə hazırlaşan zaman həmin strategiyadan istifadə edirik. Yəni, qəti surətdə köhnə planlaşdırma ilə müsahibəyə getməyəsiniz. Daha sonra dəyərli müəllimlər, ünsiyyət amilini yuxarıda da qeyd elədim, bir daha vurğulamaq istəyirəm ki, ünsiyyət önəmli bir amildir. Çalışın danışan zaman səlis nitq üslubundan istifadə eləyəsiniz, a, bu kimi ifadələrdən çox az formada istifadə eləyəsiniz, ümumiyyətlə istifadə eləməyəsiniz, sürətli şəkildə danışıb nitqinizi bitirməyəsiniz. Bu amillərə diqqət ayırsanız, əmin olun ki, gedib müsahibə mərhələsindən uğurlu nəticə əldə edəcəksiniz. Ən sonda, dəyərli müəllimlər, qiymətləndirmə məsələsi ilə bağlı şagirdləri hansı meyarlara görə qiymətləndirərdiniz? Diaqnostik qiymətləndirmə nədir? Formativ qiymətləndirmə nədir? Summativ qiymətləndirmə nədir? Bayaq fikir verdinizsə, mən müəllimlərdən birinə yəni şuurlu şəkildə sual verdim ki, birinci sinifdə neçə dənə summativ var? Siz çaşmalı deyilsiniz. Yəni, onlar sualı bəzən çaşdırıcı əsasda verə bilirlər ki, bu sizi çaşdırmasın. Çalışın ki, situasiyalar qarşısında dolğun cavablar ünvanlayasınız. Bəzən ola bilər ki, müəllimlər, ola bilər ki, onların verdiyi sualın cavabını bilməyəsiniz. Yəni, bilməmək bugünkü təlim üçün, bugünkü kurikulum üçün problemli bir situasiya deyil.
Önəmli olan bilmədiyimiz suallar qarşısında özümüzü itirməmək və müsahibə komissiyalarına verəcəyimiz ən dolğun cavab isə bu sualın cavabını bilmirəm, amma söz verirəm ki, müsahibədən sonra bu məsələni araşdıracağam və bilgilərimə yeni informasiyalar qatacağam. Bir dənə psixoloji sual vermək istəyirəm. Burada müəllimlərdən kim qoşulmaq istəyir bu sualın cavabına? Mənə verə bilərsiniz, Məlahət müəllim. Məlahət müəllimə, dərs dediyiniz zaman şagirdlərdən biri sizə sual verir və siz də sualın cavabını bilmirsiniz. Nə edərdiniz? Mən sualın cavabını bilmirəmsə, özümə, şagirdlərimi başa salarım ki, yəni uşaqlar, hamı, mən də müəllim olsam da, burada biraz mənim bilmədiyim bir şeylər də ola bilər. Çalışacağım bunu gələn dəfə dəqiq öyrənim, sizə deyim. Belə deyə Olar bilərəm. müəllim, mən də deyim. Olar müəllim. Bəli, buyurun zəhmət olmasa, əlavə eləyin zəhmət olmasa. Şagirdlərə deyərəm ki, gəlin birlikdə araşdıraq. İnternet, bu saatlarım internetdən bizə əlavə məlumatlar verir. Uşaqlara ki, araşdırmada gedin, bu araşdırmanı tapın, gətirin. Gəlin birlikdə bunu sizə tapşırıram qrup şəklində. Bölərəm, deyərəm, hərə bir tərəfdə araşdırsın, gəlsin, birlikdə sinifdə hamının yanında bunu cavablandıraq. Heç özümü bilmirəm kimi yox, yəni uşaqlarla birlikdə araşdırmaq daha yaxşı olardı. Yəni müəllim... Mənim əlavə olar. Üzr istəyirəm, danışan müəllimənin adı nə idi? Danışırdı hal-hazırda. Xəzəngül. Xəzəngül müəllimə, baxın, bir şeyi vurğulamağımız vacibdir ki, mütləq şəkildə orada demirik ki, mən uşaqlara bildirməzdim ki, mən bu sualın cavabını bilmirəm. Xeyr, müasir kurikulum bugün iki subyekt, yəni subyekt prinsipinin üzərində qurulub. Bu baxımdan biz bilmədiyimiz sualların belə, yəni sualla qarşılaşdığımız zaman şagirdlərimizə çatdırırıq ki, mən də bu sualın cavabını bilmirəm. Yəni bu şagirdlərə nəyi qazandırır, dəyərli müəllimlər? Yəni şagird də başa düşür ki, səhv eləmək elə bir qlobal problem deyil və artıq digər mərhələlərdə şagird özü də başlayacaq səhv elədiyi situasiyalar qarşısında utanmamağa. Bu baxımdan, yəni əgər sizlərə müsahibə mərhələsində bilmədiyiniz sual qarşısında nə edərdiniz sualını versələr, deyirsiniz ki, müasir kurikulum subyekt prinsipləri üzərində qurulub. Bu baxımdan, yəni müəllimin də hər hansı bir sualı bilməməsi qəbahət hal deyil. Mən şagirdlərimə bildirərdim ki, bu sualın cavabını birlikdə araşdırıb növbəti dərsdə müzakirə edərik. Amma mütləq şəkildə vurğulayın ki, yəni mən müəllim olaraq bu sualın cavabını bilmirəm, amma sizlərə söz verirəm ki, sualın cavabını növbəti dərs üçün hazırlayıb sizlərə təqdim edəcəm. Yenə sualı vermək olar müəllim, zəhmət olmasa. Buyurun, müəllim, buyurun. Tərs təlim nəticəsində biz deyirik ki, birinci təlim nəticəsi gəlir, qiymətləndirmə və öyrənmə prosesi. Və bəzi müəllimlər refleksiya da deyir. Bu 4 dənə deyək, yoxsa 3 dənə icmal qurduqda? Baxın, dəyərli müəllimlər, hazırki geriyə planlaşdırma strategiyasında mərhələlər hansılardır? Birinci olur motivasiya. Bunun adı maraq oyatma da ola bilər, mövzuya cəlb etmə də ola bilər. Müxtəlif adı olsa da birinci motivasiyadır. Motivasiyadan sonra gəlir nə? Öyrənmə fəaliyyətləri. Kimlər icmal hazırlayacaqlarsa, bunları qeyd edəsin üzərində. Vallahi belə deyək ki, ən yaxşı formada özünüz hazırlaya bilərsiniz ki, artıq onu əzbərləməyə ehtiyac olmayacaq. Birinci olur nə? Öyrənmə fəaliyyətləri. İkinci, yəni daha doğrusu üzr istəyirəm, motivasiya olur birinci, maraq oyatma. Maraq oyatmanın ardınca öyrənmə fəaliyyətləri. Öyrənmə fəaliyyətlərindən sonra dəyərli müəllimlər refleksiya edirik. Refleksiyadan sonra qiymətləndirmə edib, ən sonunda ev tapşırığı olur. Yəni ardıcıl olaraq, orada indi ev tapşırığını qeyd eləməyiniz vacib deyil. Amma sırf gündəlik olaraq dərslər bu cür hazırlaşırıq. Deməli, oldu nə? Motivasiya, öyrənmə fəaliyyətləri, refleksiya və qiymətləndirmə. İcmal quran zaman bu 4 amilə xüsusilə diqqət ayırırsınız. Çox sağ olun, dəyərli müəllimlər. Dəyərli vaxtınızı ayırıb dərsimizə qoşuldunuz. Hər birinizə qarşıdan gələn müsahibə mərhələsində uğur arzulayıram. Hər birinizlə, belə deyək də, gedin o mərhələnin alnı açıq, üzü ağ şəkildə verin. Qətiyyən həyəcanlanmayın. Yəni, hər şey insanın öz əlindədir. Mən də ümid edirəm ki, Azərbaycan müəllimi olaraq hər biriniz daha doğrusu bu prosesin öhdəsindən gələcəksiniz. Gecəniz xeyrə qalsın, özünüzdən müğayyət olun. Çox sağ olun. Müəllim, ikinci nə oldu? Öyrənmə, motivasiyadan sonra nə idi? Sağ olun, müəllim. Motivasiya, öyrənmə fəaliyyətləri,
Qeyd edirsiniz müəllimə. Bəli, bəli. Bəli. Deməli, Vəsaitdə motivasiya... müəllimə yazmaq olar. Vəsaitdə, metodika vəsaitdə. Bəli, İcma. bəli. Çalışın ki, motivasiya hissəsini önəmli qurasınız. Çünki köhnə qiymətləndirirsiniz. metodik vəsaitlərdə var, köhnə metodik vəsaitlərdə, yenilərdə o qədər yox. Çox gözəl. Mən Çox sağ olun müəllimlər. icmalarını buradan yazıram. Müəllim vaxtı çox aldı. olun. Allah aman olun. Təşəkkür edirəm hər birinizə. Sağ olun müəllim. Sağ olun. Sağ olun müəllimlər. Gecəniz xeyrə qalsın. Xeyrə qarşı. Tamam, müəllim. Xeyirə qarşı.